Nadir Şahın Rusları Azərbaycandan qovması. Həmdü sənə aləmlərin pərverdigarı olan Haqqı Taalaya məxsusdur ki, zəfər və nüsrəti qılıncımıza, heybət və səltənəti taxtımıza nəsib etdi. Bilinmiş və məlum ola ki, Haqqı Taalanın inayəti ilə Qarnal səhrasında Hind səltənətinin orduyu əzimi məğlub edildi. Dehli taxtı itaət altına alındı. Türkistan və Mavənnəhər xanları əhd-ü peymanla boyun əydirildi. Qafqaz vilayətlərindəki fitnə paklandı. Bu qədər fəth və zəfərdən sonra Qızılbaş dövlətinin qədim hüdudlarında Rusiya əskərinin mövcudluğu dostluq nişanəsi deyil, ixtilaf və ixtişaş səbəbidir. Buna binaən şahani iradəmiz və qəti hökmümüz budur ki, Rusiya dövlətinə mənsub olan bütün qoşunlar Dərbənd, Dağıstan, Şirvan və Xəzər sahillərindən bila taxir və bila şərt geri çəkilsin. Əgər bu xəbərdarlığımız nəzərə alınmazsa, səbrimiz tükənmiş bilinər və orduyu şahənşahi şimal istiqamətinə hərəkət edər. Bizimlə müsalimət edən əminamanlıq tapar. Müxalifət və düşmənlik yolunu seçən isə qılıncımızın hökmündən qeyri-nicat görməz. Sipahımız dağ aşar, qar, şaxta tanımaz, səd və qalaya baxmaz. Bu sözlər təhdid deyil, şahani əmr və xəbərdarlıqdır. İran və Turan məmləkətlərinin hökmüdarı, Xorasan, Azərbaycan, İraqeyn, Qafqaz və Hind diyarlarının fatihi, orduyu mənsur və sipahi zəfər sahibi Nadir xan Əfşardan şimal diyarının hakimi Rus çarı. Bu məktubu alan Rus qoşunları anında Azərbaycanı tərk elədi.